Salam dəyərli izləyicilər. İndi sizə 20 aprel 2025-ci il tarixində Dəyər Yayınları tərəfindən keçirilmiş 9-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi, şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 57-ci sual. 22 faktorial ədədi 21 faktorial ədədindən neçə vahid çoxdur? Yəni bizə bunların fərqini soruşur. 22 faktorial çıxılsın 21 faktorial. 22 faktorial yazırıq. 22 vurulsun 21 faktorial çıxılsın 21 faktorial. Bu da bərabərdir. Ortaq vuruq kimi 21 faktorialı çıxardan mütərizə xaricinə qalır 22 çıx 1. Bu da bərabərdir. 21 faktorial vurulsun 21'e. Yəni doğru cavab burada olacaq. Y variantı. 58-ci sual. X çıx 1 vurulsun x plus 1 vurulsun x kvadrat plus 1 ifadəsini sadələşdirin. X çıx 1 x plus 1 vurulsun x kvadratı plus 1. Deməli, əvvəlcə ilk ikisinin hasili. Bunların hasilinə baxsaq, bunların hasili bizə verir x kvadratı çıx 1'in kvadratı. Vurulsun, buna yazıram x kvadrat plus 1'in kvadratı. Bu da üzülü sayın. Bu da müxtəsər olma düsturudur. Bizə verəcək a kvadrat çıx b kvadratı. Yəni x kvadratının kvadratı çıx 1'in kvadratının kvadratı. Bu da olacaq x üstü 4 çıx 1. Yəni doğru cavab burada A variantı. X üstü 4 çıx 1'ə bərabərdir. 59-cu sual. 2 zəri eyni zamanda atdıqda düşən xallar cəminin ondan böyük olması ehtimal tapın. Deməli, 2 zəri eyni anda atsaq, düşən xallar cəminin ondan böyük olması üçün ancaq 5, 6 düşməlidir. Məsələn, 5 ilə 6 düşməlidir. 6 ilə 5 düşməlidir. Bir də 6 ilə 6. Yəni, əlverişli halların sayı 3 dənədir. 2 zəri atan zaman bütün mümkün halların sayı isə 36'dır. Hadisənin ehtimal tapmaq üçün əlverişli halların sayını, yəni 3'ü bölmək lazımdır bütün mümkün halların sayına, yəni 36'ya. İxtisar gələcək 3'ə, sürətdə 1, məxrəcdə isə 12 alınacaq. Doğru cavabımız olacaq 12'də 1 ehtimal. 60-cı sual. A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili C və AB bərabər 4C olarsa, əbob AB-ni tapın. Biz bilirik ki, əbob AB bərabər kök altında A vurulsun B bölünsün C-yə. Bu da bərabərdir. AB-ni yenə 4C yazsaq, 4C bölünsün C. C-lər ixtisar gələcək, kök altında 4, buradan cavab çıxacaq 2. Yəni doğru cavabımız burada Y variantı 2'ye bərabərdir. 61-ci sual. Dairənin radiusu 6 cm və segmentə uyğun mərkəzi bucaq 30 dərəcə olarsa, segmentin sahəsini hesablayın. Əvvəlcə dairə çəkirik. Mərkəzinə gedirik, o mərkəzli. İndi bizdən segment deyir. Segment dediyi, yəni baxın bu hissədir. Bu hissənin sahəsini bizdən soruşur. Demək, mərkəzi bucağı verib 30 dərəcə. Radius 6. Radius 6. Deməli, bu segmentin sahəsini tapmaq üçün sektorun sahəsindən üçbucağın sahəsini çıxmaq lazımdır. Sektorun sahəsi S sektor bərabərdir. Alfa bölü 360 dərəcə vurulsun pi r kvadrat. Yəni alfa sektora uyğun mərkəzi bucaqdır. Yəni 30 dərəcə bölü 120 dərəcə bölü 360 dərəcə vurulsun pi vurulsun r 6'dır. 6'nın kvadratı. Bu da bərabərdir. İxtisar gələcək burada 1, burada 12. 36 pini də 12'ye böləndə 3 pi. Sektorun sahəsi 3 pidir. Sektorun sahəsinin üçbucağın sahəsini çıxmaq lazımdır. İndi buradakı bura A desəm, bura B desəm, AOB üçbucağın sahəsi olacaq 2'də 1, vur 6, vur 6, vur sinüs 30 dərəcə.
Əgər iki tərəf və onun arasındakı bucaq verilibsə, onda bıçağın sahəsi 2/1 AB sinus alfadır. İndi 2/1'i 6'ya vuranda 3, 3'ü də 6'ya vuranda 18. 18 sinus 30'da 2/1. Olacaq 9. Buranın tapdı 9. İndi sektorun sahəsindən 3 pini, yəni 3 pidən 9 çıxsam, 3'ü mütərizə xaricə çıxarsaq, pi çıx 3 qalacaq. Yəni sektorun sahəsi 3 pi idi. 3 pi'nin sahəsi də 9 idi. 3 pi'dən 9 çıxdıq, bizə verir segmentin sahəsi. Yəni 3 pi çıx 3. Doğru cavab A variantı. 62-ci sual. Qutuda 3 ağ və bir qara kürəcik var. Qutudan təsadüfən çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalı tapın. İndi əlverişli halların sayını bölməliyəm bütün mümkün halların sayı. Ağ olması ehtimalı soruşur. Ağların sayını bölməliyəm bütün kürəciklərin sayına. Bu da 4'də 3 edir. Bu da edir 0, %75. Deməli, hadisənin ehtimalı olacaq 0'dan %75 ehtimal. 63. Çevrənin neçə simmetr oxu var? Çevrənin sonsuz sayda simmetr oxu var. 64. Ədədlər sırasında bir-birindən fərqli 12 ədəd var. Bu sıranın medianı 15 olarsa, ədədlərin neçəsi 15'dən böyük olar? Baxın, sırada elementlərin sayı 12'dir. Yəni 12 ədəd var. 12 ədəd olduğu üçün median düşür 6'nın 7'nin üzərinə. Yəni cüt sayda element olduğu üçün median 6'nın 7'nin üzərinə düşür. Deməli, 6-cı elementə mən A deyirəm, 7-ci elementə B deyirəm. Median olacaq onların cəminin yarısı. Bu mediandır. Bərabərdir 15'ə. A plus B də bərabərdir 30. İndi 6-cı element A'dır, 6-cısı. 7-cisi də B'dir. Bundan sonra 5 element burada var, 5 element burada var. İndi A plus B 30'dur. Və elementlər də bir-birindən fərqlidir. Ona görə də buradan çıxır ki, A'nın maksimum qiyməti 14 olacaq. A maksimum 14, B də minimum neçə olacaq? B də olacaq 16, minimum 16. Çünki 15 ola bilməz, bir-birindən fərqlidir. Deməli, deyir 15'dən neçəsi 15'dən böyükdür. B 16'dır, B minimum 16'dır. Deməli, B'nin özü var, bir də sağında da 5 dənə element var. Deməli, 6'sı mediandan nədir? Böyük olacaq, yəni 15'dən böyük olacaq. 65-ci sual. Medianı 9 olan bərabər üçbucağın perimetrini tapın. Bunu hazır düsturunda yazmaq olar, düstursuz da yazmaq olar. Deməli, bərabər üçbucaq deyil. Biz bilirik ki, bərabər üçbucaqda median, tən bölən hamısı bərabərdir. İndi medianı verib 9. Bura 60 dərəcədir. Bura 30 dərəcə. 30'un qarşısına x desək, 90'ın qarşısı 2x, 60'ın qarşısı x köşdə 3 olacaq. Deməli, x köşdə 3 bizdə bərabər 9'a. X bərabər 9 böl köşdə 3. Bu da bərabərdir 3 köşdə 3. Deməli, x tapdıq. Tərəf olacaq 6 köşdə 3. X'in 2 mislidir. Perimetri soruşduğu üçün perimetri də bərabərdir 3 vurulsun 6 köşdə 3. Nəticə olacaq 18 köşdə 3. Yəni, doğru cavabımız olacaq D variantı. 66-cı sual. X değeri mənfi olarsa ifadəsini sadələşdirin. Burada nəyə baxır? X mənfidirsə, x çıxış da mənfidir. Amma 2 çıx x müsbətdir. Mənfi olan hissə yer dəyişib çıxır. 3 çıx x moduldan. Müsbət olan hissə olduğu kimi çıxır. 2 çıx x. 3-dən 2 cəmi 5. 5 çıx 2x. Yəni, mənfi 2x plus 5. Doğru cavab C variantı. 67-ci sual. 2 gündə 9 kvadrat metr divar hörə bilən bir fəhlə 6 gündə neçə kvadrat metr divar hörər? Düz mütənasibdir. Yəni, günlərin sayı artsa, daha çox divar hörəcək. Ona görə nisbət sabiti 2'nin 9'a nisbəti, 6'nın x-ə nisbəti. 2x bərabərdir 54'ə, x bərabərdir 54'ü 2'yə böləndə 27. Yəni, doğru cavabımız B variantı. 68-ci sual. Bərabərsizliyin tam həllərin sayını tapın. Əvvəlcə sürətin və məxrəcin köklərini tapacağıq. Sürətin kökü 3'dür, məxrəcin kökü isə -1'dir. Deməli, ciddi sıfırdan kiçik olduğu üçün hər ikisi boşluq içində olacaq. -1'də, 3'də.
50 oxu bölündü 3 hissəyə. 3-ün sağında x-in yerinə 4 versəm, x-in yerinə 4 yazanda 4 çıx 3 müsbət, 4 plus 1 müsbət. Yəni 3-ün sağında müsbətdir. Mənfi 1 ilə 3 arasında x-in yerinə 0 seçsəm, x-in yerinə 0 yazanda sürət mənfi, məxrəc müsbət. Nisbət mənfi olacaq. Mənfi 1-in solunda x-in yerinə mənfi 3 seçsəm, sürət də mənfi, məxrəc də mənfi, nisbət olacaq nə? Müsbət. Bizə mənfi lazımdır. Mənfi olan hissə mənfi 1, 3 intervalı. Tam ədədlərin sayını soruşur. Tam ədədlər burada 0-dır, 1-dir, 2-dir. Yəni 3 dənə tam ədəd var burada. Doğru cavabımız A variantı. 69. Tərəfi 8, hündürlüyü 4 olan rombun sahəsini hesablayın. Rombun sahəsi S bərabərdir A vur H. Yəni 8 vur 4 olacaq 32. Doğru cavab B variantı. 70-ci sual. Papaq sözünün hərflərin yerini dəyişərək 5 hərfli neçə fərqli mənalı və ya mənasız söz yazmaq olar? 5 dənə hərfdir. Bütün yeri dəyişmələrin sayı 5 faktorial olacaq. Sadəcə bura nəyə fikirmək lazımdır? Məsələn, P ilə P-nin yerini dəyişəndə fərqləmir. P ilə P-nin yerini dəyişsə 2 faktorial qədər yeri dəyişəcək. Ona görə fərqləmədiyi üçün 2 faktorial bölməliyəm. Bir də vurulsun. A-nın da yerini dəyişəndə fərqləmir. Bir də vurulsun 2 faktorial. Bərabərdir. 5 faktorial bizə verir 120-ni. Bu da edir 2 vur 2. Və nəticə alınır burada 30. Deməli 30 mənalı və mənasız söz yazmaq olar. 71-ci sual. K sıfırdan böyük və B sıfırdan kiçik olarsa xətti funksiyanın qrafiki göstərin. İndi biz bilirik ki, xətti funksiyada B qrafikin y ilə kəsişmə yeridir. B-ni mənfi veribsə, deməli y-ni mənfi yerdə kəsir. Ona görə A variantı, D variantı, B variantı ola bilməz. İndi ya C-dir, ya Y-dir. Hər ikisində B mənfi yerdə verilib. İndi K müsbətsə, bucaq əmsalı müsbətsə, deməli düz xətt apsixonun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Baxın, burada C-də iti bucaqdır, burada isə kör bucaqdır. Ona görə doğru cavabımız olacaq C variantı. 72-ci sual. İfadəsinin qiymətini hesablayın. Kök altında 11, üstəlik kök altında 27, kökə 4-dən çıxır 2, çıx 2. Bərabər kök altında 11, üstəlik kökdə 25. Bu da bərabərdir. Kök altında 11 plus 5. Bu da bərabərdir kökdə 16 və nəticə çıxır buradan 4. Yəni doğru cavabımız burada 4-ə bərabərdir. 73. Diametrləri 12 sm və 18 sm olan çevrələrin mərkəzləri arasındakı məsafə 20 sm olarsa, bu çevrələr arasındakı ən yaxın məsafə neçə santimetrdir? Baxırıq. Diametrləri verib 12, 18. Bizə radius lazımdır. Radiuslar olacaq 6, 9. Baxıram, 6 ilə 9-un cəmi 15. Baxın, 6-dan 9-un cəmi 15. Radiusları cəmi çevrələr xaricdən toxunanda toxlayırıq. Baxırıq ki, məsafəni 20 verib. Deməli, çevrələr xaricdən toxunmur heç. Yəni, bu şəkildədir. Bu şəkildə. Bizdə bu iki nöqtə arasındakı məsafəni bizə verib 20. Buranı 20 verib. Bura 6'dır, bura 9'dur, burada x. Bizə də bu x'i soruşur. Yəni 6 plus x plus 9 bərabərdir 20-yə. X olacaq neçə? 5. Deməli, bu çevrələr arasında ən yaxın məsafə 5-ə bərabərdir. 74-cü sual. 3 daxili bucağının cəmi 250 dərəcə olan rombun iti bucağı neçə dərəcədir? Deməli, rombun 4 dənə bucağıdır. 3-ün cəmi 250 isə 360-dan 250-ni çıxıram. Olur 110 dərəcə. Deməli, kör bucağı 110 dərəcədir. Kör bucağı 110 dərəcədirsə, 180 dərəcədən 110-u çıxsaq, verəcək 70 dərəcə. Deməli, iti bucaq olacaq 70 dərəcə. 75-ci sual. Avtobus sürətini saatda 25 km/saat artırsaydı, 9 saata getdiyi yolu 6 saata gedərdi. Bu avtobus sürətini 40 km/saat artırsaydı, həmin yolu neçə saata gedərdi? Yəni, sürətinə V desəm. Sürəti V olsa, getdiyi yol olacaq 9V. Amma deyir ki, sürətini 25 artırsa, yəni V plus 25 eləsə, getdiyi yolu 6 saata gedəcək. Yəni, 6 vurulsun V plus 25. Bu yolun uzunluğu olacaq. Bunlar bərabərdir.
Yolun uzunluqları bərabərdir. Buradan V-ni tapa bilərəm. 9V bərabərdir 6V üstəgəl 150-yə. 3V bərabərdir 150. V bərabərdir 50. V 50. Onda yolun uzunluğu 9'u 50'ye vursam 450 kilometre. Bu yolun uzunluğudur. İndi deyir ki, sürətini 40 artırsa, sürəti V-dir, V 50'dir. 50 plus 40 olacaq 90. Yəni sürət 90 olanda deyir neçə saata çatacaq. Yol 450'dir. 450'ni 90'a bölsə 5. Deməli 5 saata çatardı. Deməli A-nın elementləri verib A, B, C. C-nin elementləri verilib A, B, C, D, E, F. A, B-nin belə C-nin alt çoxluğudur. Deyir, şərtini deyir, neçə fərqli B çoxluğu yazma olar. Burada məlum məsələ. B-nin minimum qiymətini, yəni B-nin minimum element sayısı olacaq neçə? 3. Çünki B-ni A-ya bərabər götürə bilərik. Eyni zamanda B-nin bir də maksimum element sayısı neçə olacaq? 1, 2, 3, 4, 5. 5. Bunu da bildik. Maksimum 5. İndi qaldı. Deməli maksimum 5'dir. İndi mən buradan deməli A, B, C, D, E, F olduğu üçün 3 dənə fərqlidir də, 3 dənə fərqli. Buradan hərəsindən birini seçməliyəm və yaxud da ikisini seçməliyəm. 3'ünü artıq seçməyə ehtiyac yoxdur. 3'ünü seçsəm C-də onu da yazmışam. Deməli əvvəlcə 3 dənə elementi birini seçməliyəm. Kombinezon 3'dən 1. Üstəgəl bir də kombinezon 2 element seçsəm, kombinezon 3'dən 2. 3 üstəgəl 3, 6. 6 üsul da bu. 6, bir üsul bu, bir üsul da bu. Yəni 8 fərqli B çoxluğu yazmaq mümkündür burada. 77-ci sual. İçərisində su olan 42 litrlik su qabının 7/3 hissəsi boşdur. Qabda neçə litr su vardır? Deməli 7/3 hissəsi boşsa 7/4 hissəsi doludur. 42'nin 7/4 hissəsini tapsaq, nəticə olacaq 24 litr. Yəni doğru cavab 24'ə bərabərdir. 78. Çevrənin diametrinin ucları -3, 1 və 5, 7 nöqtələridir. 9, 19 nöqtəsinin çevrəyə ən yaxın məsafəni tapın. Deməli, burada EM verilib uc nöqtələrdir. Orta nöqtənin koordinatlarını tapmaq üçün uc nöqtənin koordinatlarını toplayıb yarıya bölmək lazımdır. -3'dən 5'in cəmi 2, yarısı 1. 1 ilə 7'nin cəmi 8, yarısı 4. Yarısı 4. Bir də uc nöqtənin hər hansı birini yazıram. M yazıram. -3, 1. Deməli, bu iki nöqtə arasındakı məsafəni tapsam, o M-i tapsam, mənə verəcək radiusun uzunluğu. Kök altından x-lərin fərqi 1 çıx -3 kvadratı. Üstə y-lərin fərqi 4 çıx 1'in kvadratı. Bu da bərabərdir. 4'ün kvadratı plus 3'ün kvadratı. Kök altına 16 plus 9. Kökdə 25. Bu da 5. Deməli bu çıxdı 5. Radius 5'dir. Bu şəkildə bir formadadır. Deməli, bu olsun K nöqtəsi. K nöqtəsi buradadır. O nöqtəsi buradadır. Mən K'dan o yana olan məsafəni tapacağam. Bizdən ən yaxın məsafəni soruşur. Yəni buranı soruşur, X-i soruşur. Sonra radiusu çıxmalıyam. Deməli, K nöqtəsi 9, 19'dur. Mərkəzdə 1, 4'dür. İndi bu iki nöqtə arasındakı məsafə. O K məsafəsi bərabər kök altında x-lərin fərqi 9 çıx 1, onun kvadratı. Üstə y-lərin fərqi 19 çıx 4'ün kvadratı. Bərabərdir. 8'in kvadratı üstə 15'in kvadratı. Bu da bərabər kök altında 289. Buraya çıxır 17 kök. Deməli, K10 məsafəsi 17'dir. 17'dən çevrənin radiusu. Radiusu 5 tapmışıq. 5'i çıxsa cavab olacaq 12. Deməli, ən qısa məsafə burada 12'yə bərabərdir. 79-cu sual. ABCD proqramında ADY nöqtələri düz xətt üzərindədir. CF 21, FD 7, FY 14, BM soruşur. Nəyə bərabərdir? Burada nəyə baxmaq lazımdır ilk öncə? BM soruşur. Bizə nəyə bərabərdir? BM. Burada baxmaq lazımdır ki, deməli, 3 bucaq, YFD oxşardır 3 bucaq BFC.
BFC oxşardır. Çünki bu bucaqla bu bucağa eynidir, çarpazdır. Bu bucaqla da bu bucaq nədir? Çarpazdır. Ona görə yazırıq ki, YF-in BF nisbəti YF-in BF nisbəti bərabərdir FD-nin FC-yə nisbəti. YF bizdə 14. BF x bərabərdir. FD 7. FC də 21. Buradan çıxır ki, x bərabərdir nəyə? 42-yə. Yəni, burada x-lar gedir. Burada 1, burada 2. 2 dəfə 21, 42. X 42-dir. Bunu bildik. Digər tərəfdən də mən M nöqtəsindən bir paralel xətt çəksəm, bura. M nöqtəsi AC-ni yarıya böldüyü üçün buradakı CD tərəfini yarıya böləcək. CD tərəfi neçədir özü? 28. Yarısı 14 düşür. Demək, bura 14-dür. Bura 7-dir. Bunu bildik. İndi bura nəyə fikir verirsiniz? Bura bir K desəm, K. MKF üçbucağı digər üçbucağa, yəni YDF üçbucağına konqurentdir. Çünki bucaqlar eynidir, tərəflər də eyni çıxır. 7 verdiyi üçün, bura 14 isə burada 14. Deməli, MF 14-dür. MF 14-dür, burada Y deyirəm. Y ilə 14-ün cəmi bizə verəcək BF-i. BF-i də tapmışıq 42. Burada Y çıxır 28. Yəni, doğru cavab burada 28-ə bərabərdir. 80-ci sual. Tərəfləri üst 4 nisbətində olan düzbucağın perimetri 84 cm varsa, onun xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, çevrə çəkirik. Deməli, düzbucağın xaricinə çevrə çəkildi. İndi düzbucağın diagonalını çəkirəm. Düzbucağın diagonalı. İndi düzbucaqda bu bucaq 90 dərəcə olduğu üçün deməli, buradakı diagonal düzbucağın diagonalı həm də bu çevrənin diametridir. Tərəflər də üst 4 nisbətindədir. Bura 3K-dır, bura 4K-dır. Pifaqorla bura çıxır 5K. 5K həm diagonaldır, həm də diametrdir. İndi tərəflər üst 4 nisbətindədir. 3K ilə 4K-nın cəmi, iki tərəfin cəmi perimetrin yarısı olacaq. 42 olacaq. 7K bərabərdir 42-yə. K alınır 6. Bizə radius soruşur. Radius da diagonalın yarısıdır. Yəni 5K-nın yarısı. 5 vur 6-nın yarısı. Bu da olacaq 15. Doğru cavab burada 15-ə bərabərdir. Nəhayət gəlib çatdıq sonuncu 81-ci sual. Daxili bucaqların cəmi 720 dərəcə olan düzgün çoxbucağın böyük diagonalı 12 olarsa, sahəsini tapın. Daxili bucaqların cəmi n-2 vur 180 dərəcəyə bərabərdir. Bu bərabərdir 720 dərəcəyə. Hər tərəfi 180-ə bölsək, burada 1, burada 4. Deməli, n çıxır, n bərabərdir 6 çıxır. N 6-dır. Düzgün 6 bucağın böyük diagonalı tərəfinin kimisidir. Bu bərabərdir 12-yə. Deməli, A neçədir? A 6. Tərəfin uzunluğu tapıldı 6. Sahəsi, düzgün 6 bucağın sahəsi 6 sayda bərabər üç bucağın sahəsinə bərabərdir. A kvadratı köşdə 3 böl 4. A da 6-dır. 6 vurulsun. 6'nın kvadratı köşdə 3 bölünsün 4. 6 vurulsun. 36 köşdə 3 bölünsün 4. Burada ixtisarlar gələcək. 1 burada 9. 6 və 9 54 köşdə 3. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın.